And olsun qiyamət gününə, and olsun peşmançılıq çəkən nəfsə. İnsan elə düşünür ki, biz onun sümüklərini yığa bilməyəcəyik. And olsun xeyirlə göndərilənə, and olsun Allahın əmrin yaydıqca yayanlara ki, sizə vəd edilmiş qiyamət mütləq gələcəkdir. And olsun kafirlərin canın zorla alanlara, and olsun möminlərin canın rahatlıqla alanlara, and olsun göydə üzdükcə üzənlərə, and olsun ötdükcə ötənlərə, and olsun buyruqları yerinə yetirənlərə ki, həmin gün qəlblər qorxudan tir-tir titrəyəcəkdir. And olsun bürclə dolu göyə, and olsun vəd edilmiş günə, and olsun şahidlik edənə və etdirənə ki, məhv olmuş xəndək sahibləri, odunla alovlandırılmış xəndək üzərində durmuş, möminlərə verdikləri işgəncələri seyr edirlər. And olsun səmaya və gecə yolcusuna, sən nə biləsən gecə yolcusu nədir? Bu qaranlıqları dəlib keçən bir ulduzdur. And olsun dan yerinə, and olsun 10 gecəyə, and olsun cütə və təkə, and olsun keçib getməkdə olan gecəyə. Məgər bu andlar ağıl sahibləri üçün kifayət deyilmi? Məgər görmədinmi Rəbbin nələr etdi Ad qövmünə, sütunlar sahibi İrəm qəbiləsinə, halbuki yer üzündə onlar kimisi xəlq edilməmişdir. And olsun bu şəhərə ki, sən də o şəhərin sakinisən, and olsun valideynə və onun törəməsinə ki, biz insanı çətinlik, məşəqqət içində xəlq etdik. And olsun günəşə və onun saçdığı şəfəqə, and olsun sonra zuhur edən aya, and olsun günəşi aydınlığa çıxaran gündüzə, and olsun günəşi bürüyən gecəyə, and olsun göyə və onu qurana, and olsun yerə və onu döşəyənə, and olsun nəfsə və onu yaradıb kamilləşdirənə ki, Səmud qövmü öz azğınlıqları üzbatından Allahın elçisini inkar etdilər. And olsun yer üzünü zülmətə bürüyən gecəyə, and olsun günəşin işığı ilə aydınlaşan gündüzə, and olsun kişini və qadını yaradana ki, sizin can atdığınız başqa-başqadır. And olsun səhərə, and olsun sakitləşən gecəyə ki, Rəbbin səni nə tərk etdi, nə də sənə acığı tutdu. And olsun əncirə və zeytuna, and olsun Tur-i-Sina dağına, and olsun bu toxunulmaz və müqəddəs olan şəhərə ki, biz insanı ən gözəl biçimdə xəlq etdik. And olsun tövşiyə-tövşiyə çapanlara, and olsun dırnaqları ilə qığılcım çıxaranlara, and olsun sübh çağı həmlə edənlərə ki, hücum edib tozanaq qopararaq qoşunun içinə yarıb keçdilər. And olsun axşam çağına ki,